47-ci test tapşırığım belədir. Verilərdən hansının yeni dövrün ikinci mətninə aid etmək olmaz? Yəni 19-cu əsrə aid etmək olmaz. Bu dövrdə epik və lirik növdə əsərlər yazıldı. Elə Bakıxanovu, Zakiri, Şirvanlı yada salsaq yetərlidir. Düzgün fikirdir. Mənzum hekayə və təmsillərin gözəl nümunələri meydana çıxdı. Burada dediyim sənətkarlar adına çıxsaq yetərlidir, düzgün fikirdir. Yeni tür bədii nəsrin povestçilərin əsası qoyuldu. Bəli, Axundovun simasını aldanmış Cavakib əsərinin simasında. Bu da düzgün fikirdir. Bu dövrdə məsnəvi forması yazılan əsərlərə rast gəlinir. Bax, bu səhv fikirdir. Çünki bu dövrdə məsnəvi forması yazılan əsərlərə rast gəlinir. Belə ki, elə Zakirin mənzum hekayə və təmsilləri, Şirvanın mənzum hekayə və təmsilləri, demək olar ki, birbaşa Abbasqulu Ağa Bakıxanovun mənzum hekayə və təmsilləri də Müşkatdan var. Məsnəvisi də elə məsnəvi lirik, məsnəvi forması özəkçisini tapmışdır. Testin doğru cavabı D variantı. E variantı lirik ədəbiyyatında satirik üsulda yazılan əsərlər yarandı. Bəli, bu da düzgün fikirdir. Şirvani və Əraxusda Zakirin adını qeyd edə bilər. Çünki satirik üslub məhz Zakir yaradıcılıqla meydana çıxdı. Testin doğru cavabı D variantıdır.